Vay, sən hələ də Maklibun kanalına abunə olmamısan? Axı bu videoya baxıb keçirsən, gəl belə etmə. Aşağıdakı zınqırovu bas, kanala abunə ol və bəyən, dostlarınla paylaş. Bu videoda Mehrinin şirin anlarını, shorts videolarını paylaşıram. Dəstəyin mənim üçün çox Salam, önəmlidir. YouTube kanalımızın dəyərli izləyiciləri. Hər vaxtınız xeyir olsun. Fevralın 2-sindən sizi salamlayırıq. Bugün həftənin 2-ci günüdür. Biz artıq rayondayıq. Mehrini çıxartmışam həyətə, çünki hava çox gözəldir. Sanki indicə yaz açılıbdı və quşların cəhcəhi, yerdə göyərən yaşıl otlar, təzəcə çıxmış yaşıl otların arasında mavi çiçəklər insanı o qədər rahatladır ki, sanki indicə yaz açılıbdı. Amma halbuki hələ fevralın ortasındayıq. İnşallah ki, indən sonraki havalar hamısı belə olar. Çünki mən artıq soyuqdan bezmişəm. İstilərin gəlməyini istəyirəm. Düzdür, qızmar istiləri istəmirəm, amma Novruz bayramının iyini istəyirəm. Birazdan bu gördüyünüz hissədə gözəl ağ güllər açacaq. Təxmini 1 aydan, 2 aydan sonra. Burada gözəl qızıl güllər, rəngbərəng qızıl güllər açacaq. Artıq burada bir tumurcuq qalıbdı. Keçən ildən bir tumurcuq qalıb. Odaqlanmır. Odaqlanmadı. Amma çox gözəldir. Bu gördükləriniz nar ağaclarıdır. Bu da qızıl güldür. Burada hələ də həyatdan ümidini üzməmiş bir gül qalır. Burada da. Çiləyə dişi var. Çiləyə dişi var. Bu videonun sonunda Mehrinin ötən aylarda havalar isti olan vaxtda həyətə çıxdığı anları paylaşıram. Mehri gül ilə oynamağı çox sevir, həyətdə oynamağı çox sevir. Burada isə o balaca əlləri ilə darvazanı bağlamağa çalışır və bunu bacarır. Mehri ümumiyyətlə başından böyük işlər görməyi yaxşı mənada sevir. Darvazanı çox güclü, ağırdır desəz, xeyr, darvaza özü bağlanır və çox rahatlıqla bağlanır. Yəni narahat olmayın, o güc vermir. Burada isə mənim balaca Mehrim köynək geyindirmişdim və köynəyini bəyənmədi. Bəyənmədiyi bir şey olduqda həmin dəqiqə öz etirazını bildirir və onu üzərindən çıxarmağa və yaxud bəyənmədiyi yemək olarsa belə onu həmin dəqiqə ağzından çıxarır. Yəni öz istəyini və yaxud istəmədiyini asanlıqla bildirir.